Bugün sizlərlə Quranda oruç tutmaq mənasına gələn siyam kökünün keçdiyi ayələr haqqında və orucun 3 təməl faydası barəsində danışacağıq. Bu kök cəmi 11 ayədə qarşımıza çıxır. Ey iman edənlər! Siyam sizdən əvvəlkilərin üzərinə yazıldığı kimi sizin üzərinizə də yazıldı. Ola bilsin ki, təqvalı olasınız. Siyam nədir? Siyam oruc tutmaq, ac durmaq, pəhriz saxlamaq, yeməmək, içməmək, susmaq deməkdir. Siyam sözünün kök mənası sövm sözü ilə bağlı olub, bir şeydən qəti şəkildə çəkinmək, özünü saxlamaq mənası daşıyır. Bu sözün lüğətdəki qarşılıqları sakitlik, heyvanın xəstəlik vəziyyəti, gücsüzlük, küləyin əsməməyi, susma kimi anlayışlardır. Oruc nəfsi hər hansı bir şeydən çəkmək deməkdir. Şəriətdə isə bu, müəyyən bir vaxt ərzində nəfsi yeməkdən, içməkdən və cinsi əlaqədən saxlamaq kimi təyin olunur. Oruc ibadəti Musəvilərdə və Nəsranilərdə də mövcuddur. Orucun saysız hikmətləri var. Möminlər ətrafındakı nemətlərə əl uzatmaq üçün nemət sahibi olan Allahın icazəsini gözləyir. Bu şəkildə oruc Allahın kainatın Rəbbi olduğu həqiqətinin daha dərindən anlaşılmasına kömək edir. Bədən üçün faydalı bir pəhriz rolunu oynayaraq zərərli maddələrin atılmasını təmin edir. Aclıq və yoxsulluq çəkənlərin əziyyətlərini hiss etdirməklə cəmiyyətdəki ədalətsizliklərin aradan qaldırılmasına kömək edir. Müddətli günlərdir. Sizdən mərəz və ya səfərdə olanlar ədədincə başqa günlərdən. Taqəti yetənlərə isə bir miskini doyuracaq qədər fidyə. Artıq kim tövbən bir xeyir görərsə, bu onun üçün xeyirlidir. Halbuki siyam sizin üçün daha xeyirlidir. Kaş bilsəniz. Müddət anlamına gələn kök haqqında. Bu kök saymaq, hesablamaq, siyahıya almaq mənalarına gəlir və orucun müddətli, yəni saylı günlər ehtiva etdiyini bildirir. Taqət mənasına gələn və cəmi 2 surədə işlənən kök haqqında. Taqəti yetənlər dedikdə, xəstə və ya səfərdə olan və oruç tutmağa gücü çatan, lakin tutmayanların bir kasıbı doyuracaq qədər fidyə verməsi nəzərdə tutulur. Tövbən nə deməkdir? Tövbən könüllü, öz ixtiyarı ilə, öz arzusu ilə, öz xoşu ilə kimi mənalara gəlir. Ramazan ayıdır ki, Quran onda nazil edilmişdir. İnsanlar üçün hidayət, Hüdadan və Furqandan bəyyinələr olaraq. Sizdən kim bu aya şahid olarsa, siyam tutsun. Mərəz və ya səfərdə olanlar ədədincə başqa günlərdən. Allah sizin üçün asanlıq istəyər, sizin üçün çətinlik istəməz. Bu, müddəti kamilləşdirməniz və sizə hidayət etməsinə görə Allahı təkbir etməyiniz üçündür. Ola bilsin ki, şükür edəsiniz. Hüda nə deməkdir? Düzgün yol, hidayət, həqiqət yolu, düz və geniş yol kimi anlamlara gəlir. Furqan, firqə, fərq kimi anlamlara gələn kök haqqında. Furqan, haqq ilə batili bir-birindən ayırmaq mənasına gəlir. Bəyyinə nə deməkdir? Qəti sübut, şahidlik anlamlarına gəlir. Bu kökdən dilimizə bəyan, beynəlmiləl, mübin kimi sözlər daxil olmuşdur. Siyam gecəsi qadınlarınıza yaxınlaşmaq sizin üçün halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah sizin nəfslərinizə xəyanət etmiş olduğunuzu bildi. Buna görə də tövbələrinizi qəbul edib sizi əfv etdi. Artıq onlarla mübaşir olun. Allahın sizin üçün yazdığı şeylərdən istəyin. Fəcirdən ağ sap, qara sapdan sizə bəyan oluncaya qədər yeyib için. Sonra da gecəyə qədər siyamı tamamlayın. Məscidlərdə etiqafda ikən mübaşir olmayın. Bunlar Allahın hüdudlarıdır. Artıq ona yaxınlaşmayın. Beləliklə, Allah ayələri insanlar üçün belə bəyan edər. Ola bilsin ki, təqvalı olarlar. Mübaşir olmaq nə deməkdir? Mübaşirət, yerinə yetirmə, icra etmə, idarə etmə, məşğul olma, cinsi əlaqədə olma mənalarına gəlir. Fəcr nə deməkdir? Fəcr vaxtı dan yeri açılarkən qara üfüq xətti ilə ağ üfüq xəttinin tam olaraq bəlli olması, ortaya çıxması anıdır. Etiqaf nə deməkdir və 7 surədə keçən kök haqqında. Etiqaf özünə qapanma və ya inzivaya, təkliyə çəkilməkdir.
müəyyən şərt və isteklərlə məsciddə Allaha ibadət etmək üçün bir neçə gün təkliyə çəkilmək anlamında işlədilən bir termindir. Ramazan ayında bütün fikrini Allaha yönəldərək dualar edən hər bir müsəlman etiqaf edə bilər. Etiqafı edən insan sağlam düşüncəli və təmiz olmalıdır. Cinsi əlaqəyə girmək istəyi və sağlam düşüncədə olmama durumu bu etiqafı pozar. Təqva nə deməkdir? Təqva qulun Allahın əzəmətindən qorxaraq, eyni zamanda da rəhmətinə ümid edərək, ona qarşı olan qulluq vəzifələrini yerinə yetirməsi, əmr etdiyi nə varsa, onlara əməl edib, qadağan etdiklərindən də uzaq durması deməkdir. Başqa sözlə, Allahdan haqqı ilə qorxmağa təqva, təqvanı özünün həyat fəlsəfinə çevirmiş, duyğu, düşüncə və əməllərini buna görə tənzim edən adama da müttəqi deyilir. Allah üçün həcc və ümrəni tamamlayın. Əgər məhsur olunsanız, qurbanlıqdan müyəssər olanı, qurbanlıq öz məhəllinə çatana qədər başınızı qırxdırmayın. Əgər sizdən mərəz olan və yaxud başından əzası olan olarsa, siyamdan və ya sədəqədən və ya nüsükdən bir fidyə. Artıq əmin olduğunuz zaman kim həccə qədər ümrə ilə mətəlanarsa, qurbanlıqdan müyəssər olanı. Buna rəğmən kim tapa bilməsə, həcdə 3 gün və qayıdan zaman da 7 siyam tutar ki, bu da tam olaraq 10 edir. Bu, əhli Məscidül Həramda hazır olmayanlar üçündür və Allaha qarşı təqvalı olun. Bilin ki, Allah iqabı şiddətli olandır. Lüğətdə həcc sözü məqsədlənmək, istiqamətlənmək mənasını daşıyır. Ziyarət mənasına gələn ümrə isə dini termin olaraq ihram geyinib Kəbəni təvaf etmək və Səva ilə Mərvə arasında gəzmək yolu ilə yerinə yetirilən ibadət deməkdir. Həcdən fərqli olaraq ümrənin müəyyən bir vaxtı yoxdur. Məhsur nədir və bu kök haqqında? Məhsur hasarlanmış, hasara alınmış, mühasirə edilmiş, mühasirəyə alınmış, məhdudlaşdırılmış, müəyyən edilmiş, müəyyənləşdirilmiş mənalarına gəlir və eyni zamanda bu kök bir çox anlamı da özündə ehtiva edir. Müyəssər nə deməkdir və kökü haqqında? Müyəssər asanlıqla hasil olan, asan başa gələn mənalarını verir. Bu da kəsilən qurbanın bizlər üçün asan, mümkün, ələ gələn halda olmasını təşviq edir. Baş qırxdırmaq dedikdə nə nəzərdə tutulur? Başınızı qırxmaq həccin tamamlandığını və ihram dövrünün başa çatdığını ifadə edən bir təcrübədir. İhram, İslam dilində həcc və ümrə ziyarətlərini yerinə yetirmək üçün müəyyən edilmiş müqəddəs vəziyyətdir. Əza nə deməkdir? Əza, əziyyət, zəhmət, məşəqqət, cəfa kimi anlamlara gəlir. Kökü yalnız 3 surədə keçən mənsəq, nüsuk nədir? Həcc termin olaraq bəlli bir yeri, bəlli bir zamanda, bəlli şeyləri edərək ziyarət etmək deməkdir. Bu bəlli şeylərə mənasik deyilir. Mənasiklərdən hər birinə isə nüsuk deyilir. Nüsuk ibadət deməkdir. Məta nə deməkdir? Faydalanmaq, yararlanmaq mənalarına gəlir. İqab nədir? İqab cəzalandırma, qarşılıq vermə, əzab mənalarına gəlir. Və möminin bir mömini qətlə yetirməsi olmaz. Bir xəta olması xaric. Və kim xəta olaraq bir mömini qətlə yetirərsə, o zaman mömin bir rəqəbə azad etməli və əhlinə bir diyə təslim etməlidir. Sədəqə olması istisna. Əgər sizin üçün düşmən bir qövmdəndirsə və o mömindirsə, o zaman mömin bir rəqəbə azad etməlidir. Əgər sizin aranızla onların arasında misaq olan bir qövmdəndirsə, o zaman əhlinə bir diyə təslim olunmalı və mömin bir rəqəbə azad etməlidir. Artıq kim tapa bilməsə, Allahdan tövbə olaraq 2 ay ardıcıl siyam tutmalıdır. Və Allah alimdir, hakimdir. Kökü 14 surədə keçən rəqəbə nə deməkdir? Rəqəbə sözü boyun mənasını daşıyır. Azadlığı məhdud olan şəxslər üçün istifadə olunur. Azad olmaq olaraq tərcümə olunan söz hür. Hür nə deməkdir? Hür olmaq əsarətdən, zülmdən xilas olmaq kimi anlamlara gəlir. Diyə nə deməkdir? Keçmiş zamanda öldürülmüş adam və ya heyvan əvəzinə öldürənin verməli olduğu mal və ya pul, qan bahası mənalarına gəlir. Qətlə yetirilmiş insanın yaxınlarına və ya əlil edilmiş insanın özünə cinayəti törədən insan tərəfindən kəffarənin ödənilməsidir. Diyyət haqqında Quranda müəyyən ayələr vardır.
Misaq nədir? İslam terminologiyasında bu termin Allahla insanlar arasında və ya insanların bir-biri ilə bağladığı ilahi səviyyəli vəhdlər, əhdlər üçün istifadə olunur. Quranın əsas əmrlərindən biri xüsusilə Bəqərə 27-ci ayədə misaqın pozulması böyük günahlardan biri kimi qeyd olunur. Beləliklə, bu ayədə əsas diqqət yetirilməli məsələ bir möminin başqa bir mömini heç bir şəraitdə öldürməməsi lazım olduğudur. Maide 32-ci ayədə də qeyd olunduğu kimi, bu və ya digər səbəblərlə, əsassız bəhanələrlə haqsız yerə bir cana qıymaq bütün insanlığı öldürməklə eynidir. Buna görə də səhv xaricində heç bir möminin başqa bir mömini öldürməsi heç vaxt düşünülə bilməz. Burada kəffarət ilk növbədə kölə azad etmək kimi müəyyən edildiyi üçün, Quranın kölə azadlığına verdiyi əhəmiyyət nəzərə alınmalıdır. Allah sizi andlarınızdakı ləğv ilə müaxizə etməz, lakin əqd etdiyiniz andlara görə müaxizə edər. Artıq bunun kəffarəsi əhlinizə yedirdiyinizin ortalamasından 10 miskini yedirmək və ya geyindirmək və ya bir rəqəbə azad etməkdir. Kim tapmazsa, elə isə 3 gün siyam vardır. Bu, and içdiyiniz zaman andlarınızın kəffarəsidir. Andlarınızı mühafizə edin. Beləliklə, Allah ayələrini sizin üçün belə bəyan edir. Ola bilsin ki, şükr edəsiniz. Ləğv nə deməkdir? Mənasız danışmaq, boş sözlər işlətmək, boş danışmaq, boşboğazlıq kimi mənalara gəlir. Müaxizə etmək nə deməkdir? Lüğətdən bir şeyi götürmək, tutmaq, yaxalamaq mənasını verən əxz kökündən törəyən müaxizə, qınamaq, ayıblamaq, bir şəxsi günahına görə cəzalandırmaq mənasını daşıyır. Kökü 5 surədə keçən əqd nə deməkdir? Əqd lüğətdə ipin iki ucunu bir-birinə bağlamaq, bir şeyin kənarlarını yığmaq, möhkəm bağ və düyün kimi mənalara gəlir. Həm alver, həm nigah, həm də vəsiyyət kimi işləmləri əhatə edən geniş bir termindir. Kəffarə nədir? İnsanların öz günahlarını bağışlatmaq üçün verdikləri sədəqə, tutduqları oruc və s. kimi anlamlara kəffarə deyilir. Ey iman edənlər! Ehramda ikən ovu qətlə yetirməyin. Sizdən kim onu təəmmüdən qətlə yetirərsə, qətlə yetirdiyi heyvandan onun misli bir cəza vardır. Sizdən iki adil şəxsin hökm verəcəyi, Kəbəyə çatacaq olan bir qurban və ya miskinləri doyurma kəffarəsi və ya buna bənzər bir siyamdır. Bu, əmrinin vəbalını dadması üçündür. Allah sələfdə olanları əfv etdi. Kim dönüb qayıtsa, Allah ondan intiqam alar. Allah əzizdir, intiqam sahibidir. Ovlamaq anlamına gələn kök yalnız bu surədə və 5 ayədə qarşımıza çıxır. Kökü 7 surədə keçən təəmmüdən nə deməkdir? Təəmmüdən, qəsdən, bilərəkdən anlamlarına gəlir. Vəbal nədir? Vəbal günah, təqsir, babal, cavabdehlik, ağırlıq, çətinlik kimi anlamlara gəlir. Qayıtmaq anlamına gələn kök haqqında. Əsasən qayıtmaq, təkrar etmək, yenidən başlamaq kimi mənaları daşıyır. Bu kökün törəmələri müxtəlif kontekstlərdə geniş istifadə olunur. Aşağıda kökün əsas mənaları və nümunələri verilmişdir. Ye, iç, gözün aydın olsun. Əgər bəşərdən birini görsən de ki, mən Rəhman üçün siyamı nəzir eləmişəm. Ona görə də bugün insan olaraq kəlmə kəsməyəcəyəm. Nəzir nə deməkdir? Allaha edilən duanın yerinə yetirilməsi qarşılığında hər hansı bir xeyirli əməlin yerinə yetirilməsi üçün edilən əhddir. Quranın 22-ci surəsinin 29-cu ayəsinə görə bu kimi əhdlər yerinə yetirilməlidir. Nəzir kimi həccə getmək, qurban kəsmək kimi əməllər əhd edilə bilər. Həqiqətən Allah məhz müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaət edən kişilər və itaət edən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, xuşu duyan kişilər və xuşu duyan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, saim kişilər və saim qadınlar, ismətini mühafizə edən kişilər və mühafizə edən qadınlar, Allahı çox zikr edən kişilər və zikr edən qadınlar, Allah onlar üçün məğfirat və əzəmətli bir əcr hazırlamışdır. Kökü 8 surədə keçən qanit nə deməkdir? Qanit itaət edən,
tabe olan, Allahın göstərişlərini yerinə yetirən mənalarına gəlir. Xuşu nədir? Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir. Möminlər həqiqətən də nicat tapmışlar. O kəslər ki, namazlarında mütidirlər, xuşuludurlar. Saim oruc tutan, oruclu deməkdir. Daha öncə də siyam kökünün mənası haqqında danışarkən saim sözünə toxunmuşduq. İrs, ismət anlamlarına gələn və 8 surədə keçən kök haqqında. Buradakı anlam ədəb yerlərinin örtülməsi gərəkliliyidir. Namus, irz, həya, abır, pərdə kimi anlamlara gəlir. Məğfirat nədir? Allahın günahları bağışlaması, rəhmət, ümumiyyətlə bağışlanma, əfv olunma mənalarına gəlir. Əcr nə deməkdir? Əcr bir iş müqabilində verilən əvəz, qarşılıq deməkdir. Ərəb mənşəlidir. Ödəmə, əvəz, təltif mənalarını əks etdirir. Artıq kim tapmazsa, təmas etməzdən əvvəl 2 ay ard-arda siyam tutmalı, artıq kimin də buna gücü çatmasa, 60 miskini doyurmalıdır. Bu, Allaha və Rəsuluna iman etməyiniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirlər üçün əlin bir əzab vardır. Andını pozanlar üçün kəffara kimi kölə azad etməyi tələb edən bu ayənin əvvəlindəki ifadənin fəmən ləm yəcid şəklində olması, əvvəlki ayədə azad edilməsi əmr olunan kölələrin müsəlmanlara məxsus olmadığını göstərir. Əks halda bu ifadənin kimin köləsi yoxdursa və ya kim köləyə sahib deyilsə şəklində olması lazım gələrdi. Əlim əzab dedikdə nə başa düşülür? Əlim sözü ləzzət sözünün əks mənasıdır. İndi isə keçək Həqiqət kitabındakı təslimiyyət mərhələlərində ikinci mərhələnin 3-cü pilləsi olan oruc tutan nəfs bölümündə oruc tutmaqla bağlı qeyd olunan məlumatlara. İnsan ac və susuz olduğu zaman hər şeyi edə biləcək vəziyyətə gəlir. Bu, başqa bir insana zərər verməkdən tutmuş, bir şəxsin haqqı olmadan bir şey üçün səy göstərməsinə qədər müxtəlif şəkildə özünü göstərə bilər. Buna görə də cinsi istəklərdən daha güclü olan ən böyük təbii ehtiyac olan aclığın nəzarəti varlıq tərəfindən anlaşılaraq həyata keçirilməli olan təkamül mərhələlərindən biridir. Orucun 3 əsas faydası. Orucun bəndə üçün bu qədər əhəmiyyətli olmasının 3 səbəbi vardır. Bunlardan birincisi, ərzin onlardan nə əksiltdiyini bilirik ayəsində qeyd olunan torpağın təsirinin oruc vasitəsilə varlıq tərəfindən nəzarətə alınmasıdır. Bunun üçün ən üst səviyyəli ehtiyaclara qarşı əvvəlcədən müəyyən edilmiş ayda və zamanda oruc ibadəti yerinə yetirilərək varlığın mənəvi dözümlülüyünün gücləndirilməsi məqsədlənir. Beləliklə, bəndə özünə verilən ömür boyu orucu tam mənada anlayaraq yaşayır. Aclığa, susuzluğa və digər təbii ehtiyaclara qarşı olan hərislikləri zamanla təmizlənir. Bu ehtiyaclar vasitəyə çevrilir. İkinci məqsəd orucun orqanizm üzərindəki təsiridir. Çünki insan bədəni müxtəlif sistemlər üzərində proqramlaşdırılmışdır. Bunların ən başında hormonal sistem durur. Əgər orqanizm uzun müddət ac qalarsa, qlikagon adlanan hormon aktivləşir, yağ yandırılması başlayır və hüceyrə səviyyəsində pozulmuş lazımsız hissəciklər təmizlənir. Beləliklə, yeni hüceyrələrin yaranması üçün böyümə hormonu təşviq olunur. Nəticədə bədən həm yenilənir, həm də tarazlığa gəlir. Bəndə tərəfindən bu təsirin tam şəkildə əldə edilməsi üçün onun enerjisinin müsbət istiqamətləndirilməsi vacibdir. Varlığın şuuru nə qədər müsbət olarsa, bədəninin yenilənməsi də bir o qədər artır. Üçüncü məqsəd isə bəndənin bu təcrübə vasitəsilə varlıq və yoxluğu anlayaraq özündə olanları başqaları ilə bölüşmək şuuruna çatmasıdır. Allahın mərhəməti hər zaman bizimlə olsun.